çətinlik, darlıq, narahatçılıq, gərginlik, bütün bu çətinliklərdən insanları qorumaq üçün ilahi kəlam Ən-Nəml surəsinin 62-ci ayəsi. Bismillahirrahmanirrahim. Əmmən yucibul muzterrə İza da'ahu və yəkşifussu. Tərcüməsi belədir. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, onun zərər və çətinliyini aradan aparan və sizi yer üzünün varisləri edən kimdir? Allah'tan başqa bir yaradan mı var? Qalilən ma tezakkarun. Siz necə də az düşünürsünüz.